Azərbaycanın faşizm üzərində qələbədə rolu əvəzsizdir. Müharibəyə yollanan 700 minədək Azərbaycanlıdan 300 mindən çoxu həlak olub və geri qayıtmayıb. Bu itkilərin sayı daha az ola bilərdi. İkinci Dünya Müharibəsinin faşizm üzərində qələbə ilə başa çatmasında Azərbaycanın da böyük rolu olub. 1941-45-ci illərdə Azərbaycanda 87 qırıcı batalyon, 1124 özünü müdafiə dəstəsi yaradılmışdı. Eyni zamanda müxtəlif diviziyalarda döyüşən Azərbaycanlıların fəal iştirakı ilə Rusiyanın Taganrog və digər şəhərləri azad edilib. Azərbaycanın 130-dan çox müharibə iştirakçısı Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əskər və zabit müxtəlif medallarla təltif edilib. Bundan başqa 1 milyondan çox yaralı Sovet hərbçisi həmin dövrdə Bakıda müalicə olunurdu. Müharibə dövründə 700 minə yaxın Azərbaycanlı iştirak edib ki, onlardan 300 mindən çoxu həlak olub. Bu itki səbəbsiz deyildi, çünki Sovet İttifaqı o vaxt ki, Sovet rəhbərliyi müharibəyə vaxtında hazırlaşmaması, yaxşı hazırlaşmaması böyük insan itkilərinə səbəb oldu. Sovet İttifaqı da o zaman 27 milyona qədər itki verdi ki, bu bütün müharibə dövründə, İkinci Dünya müharibəsindəki itkilərin 50 milyon olduğunu saysa yarıdan çoxu idi. Yəni insan faktoru İkinci Dünya müharibəsində, Sovet İttifaqının qələbəsində önəmli rol oynadı. Müharibənin qələbə ilə yekunlaşmasında ən vacib faktorlardan biri də Bakı nefti idi. Nasist Almaniyasının planına əsasən 1942-ci il sentyabrın axırınadək Bakı işğal olunmalı və onun nefti Alman şirkətlərinin sərəncamına verilməli idi. Həmin dövrdə isə Sovet neftinin 70%-dən çoxu məhz Azərbaycanın payına düşürdü. Eyni zamanda Baltik dənizindən Qara dənizə qədər uzanan cəbhəboyu əməliyyatlarda benzinin 80, sürtkü yağlarının isə 90%-ni Bakı təmin edirdi. Cəbhəyə neftin göndərilməsi və Stalingrad döyüşündəki qələbə Hitlerin Bakı planına zərbə vurdu. İkinci Dünya müharibəsi motorlar müharibəsi idi. Tank, zirehli maşınlar, döyüş təyyarələri və bunların yanacaqla təmin olunmasının 4/3-ü bütün müharibə dövrü ərzində Azərbaycanın payına düşdü. Və bu əslində Bakı şəhərinin bir qəhrəman şəhər olması üçün yetərli səbəb idi. Çox təəssüf ki, o zamanki Sovet rəhbərliyi nə də sonraki dövrdə bunu gerçəkləşdirmədilər. Bundan başqa akademik Yusuf Məmmədəliyevin sonradan Molotov kokteyli kimi məşhurlaşan yandırıcı maye ixtira etməsi qələbəyə verilən töhfədir. Həmin vaxt Bakıdakı zavodlarda Katyuşa raketləri də istehsal olunurdu. Azərbaycanın qələbədəki payı təkcə əhali və neft faktorları ilə yekunlaşmır. Müharibə dövründə Azərbaycanda yeyinti və yüngül sənayinin, kənd təsərrüfatının inkişafı ilə cəbhəyə xeyli yardımlar göstərilib. Bundan başqa Azərbaycanlılar Müdafiə Fonduna 317 milyon rubl həcmində maddi yardım ihanə edib. Bakı-Zaqafqaziya dəmir yolu və Xəzər dəniz limanı da faşizm üzərində qələbənin mühüm elementlərindən biridir.